Hər birinizi salamlayıram, hər birinizi xoş gördük. Bu günlər yeni dərsimizin izahını qoyacaq, izah edəcək. YouTube hesabına abunə olmağı, bütün videolarımızı bəyənməyi və rəy yazmağı unutmayın. Rəylərdə dərsimiz haqqında fikirlərinizi bölüşərsiniz. Bu da hər biriniz üçün xoş olar. Bu günlər seçdiyimiz mövzu kartografik proyeksiyalar mövzusudur. Kartografik proyeksiyalar izah etməmişdən öncə bəzi anlayışların izahına baxaq. Dərəcə toru nədir? Ona baxaq. Əvvəlki videolarımızda dərəcə toru anlayışını izah etmişdik. Dərəcə toru, yəni şəbəkə deməkdir. Şəbəkə. Dərəcə toru odur ki, paralel və meridianların kəsişməsindən yaranan şəbəkədir dərəcə toru. Paralel və meridian. Məsələn, qlobuslarda, müxtəlif xəritələrdə paralel və meridianlar görürük. Bu gördüyümüz torvari şəbəkə dərəcə toru və ya şəbəkə adlanır. Şəbəkənin iki növü var. Bir var coğrafi şəbəkə, bir də var kartografik şəbəkə. Coğrafi şəbəkə və kartografik şəbəkə. Coğrafi şəbəkə nədir? Qlobusda paralel və meridianların kəsişməsindən yaranan şəbəkə coğrafi şəbəkədir. Xəritədə isə paralel və meridianların kəsişməsindən yaranan şəbəkə kartografik şəbəkə adlanır. Deməli, şəbəkənin iki növü oldu. Coğrafi şəbəkə və kartografik şəbəkə. Qlobusda paralel və meridianların kəsişməsindən yaranan şəbəkə coğrafi şəbəkə oldu. Xəritədə isə paralel və meridianların kəsişməsindən yaranan şəbəkə kartografik şəbəkə oldu. Bunların cəmi, yəni bu gördüyünüz şəkildir və bu dərəcə toru adlanır. Gəlin indi qlobusla xəritənin müqayisəsinə baxalım. Qlobusla xəritənin. Qlobus və xəritə. Proyeksiyanı anlamaq üçün təhrif anlayışını anlamalıyıq. Qlobusda təhrif olmur. Qlobus təhrifsiz təsvirdir. Ancaq xəritə təhrifli təsvirdir. Deməli, qlobus təhrifsiz təsvirdir, xəritə təhrifli təsvirdir. Niyə qlobus təhrifsiz təsvirdir? Çünki qlobus yerdə kürədir. Qlobus da kürədir. Yəni biz kürədən kürəyə keçirik. Forma dəyişmir, yəni fiqur dəyişmir, fiqurun forması dəyişmir. Ona görə qlobus təhrifsiz təsvirdir. Ancaq xəritədə kürədən müstəviyə keçirik. Xəritə müstəvi üzərində təsvirdir. Artıq kürə bir başqa formadır, müstəvi isə tamam başqa formadır. Forma tamamilə dəyişdiyi üçün ona görə xəritədə təhrif olur. Qlobus təhrifsiz təsvirdir, xəritə təhrifli təsvirdir. Qlobusun heç bir yerində təhrif olmur, xəritədə təhrif olur. Bəzi yerlərdə təhrif olur, bəzi yerlərdə olmur. Amma ümumi götürəndə xəritə təhrifli təsvirdir. Tərif 4 növə ayrılır. Birinci növ tərif məsafə tərifi. İkinci uzunluq tərifi. Üçüncü sahə tərifi. Dördüncü bucaq tərifi. Üzürlü sayın. Uzunluq, bu həm də məsafə tərifi adlanır. Sahə, bucaq, bir də forma tərifi. Deməli, tərifin 4 növü oldu. Forma tərifi, uzunluq, yəni məsafə tərifi eyni şeydir. Sahə tərifi, bucaq tərifi. Buna istiqamət tərifi də deyirlər. Bucaq və ya istiqamət tərifi. Yəni, xəritədə bucaq tərifi varsa, xəritədə istiqamət tərifi var. Xəritədə uzunluq tərifi varsa, yəni məsafə tərifi var, eyni anlayışdır. Uzunluq tərifi, yəni adından bəlli olduğu kimi uzunluqların, məsafələrin tərifidir. Sahə tərifi, məsələn, materiklərin, okeanların, sahələrinin tərifidir. Bucaq tərifi də ki, istiqamətlərin, bucaqların tərifidir. Deməli, tərifin 4 növü oldu. Xəritədə, tərifdə, bu təriflərdən heç birindən yaxa qurtarmaq mümkün deyil. Yəni, xəritədə demək olar ki, bütün tərif növləri az da olsa özünü göstərir. Sadəcə, bəzi tərif növləri var ki, onları sıfıra endirmək mümkün olur. Bu tərif növləri, məsələn, forma uzunluq tərifi. Bu forma uzunluq tərifi həmişə özünü göstərir. Ancaq sahə bucaq tərifini eyni anda yalnız birini
ya sahəni ya da buzağı sıfıra endirmək mümkündür. Deməli, forma uzunluq tərifi həmişə oldu. Sahə buzaq tərifinin eyni anda yalnız birini sıfıra endirmək mümkündür. Bunu isə kartografik proyeksiyaların köməyi ilə sıfıra endirəcək. İndi gəlin görək, kartografik proyeksiya nəyə deyilir ona baxalım. Kartografik proyeksiyaya tərif verən. Kartografik proyeksiya kürə səthinin müstəvi üzərində təsvirinin riyazi üsullarıdır. Kürə səthdən keçirəm müstəvi səthdə. Kürə səthdən müstəvi səthdə keçidin riyazi üsulları kartografik proyeksiya adlanır. Riyazi üsulları adlanır nə? Kartografik proyeksiya. İndi gəlin, kürə səthdən müstəvi səthdə keçək. Bunu əyani olaraq şəkillə izah edək. Bu gördüyünüz qlobus yerdir. Yerin forması kürədir. İşarəti olaraq kürə qəbul olunur. Kürədən keçirən müstəviyə. Bir qarpızı düşünün. Bunu yuxarıdan dilimlərə ayırıq. Dilimlərə ayırırıq və müstəviyə asırıq. Belə bir təsvir alınacaqdır. Və görürsünüz ki, yuxarı hissələr ağdır. Bunları birləşdirməliyik ki, xəritə alınsın. Belə bir xəritə görməmisiniz. Xəritə bütöv təsvir olur. Yəni, xəritənin yuxarı aşağısında belə ağ hissələr olmur. Onda biz nə etməliyik? Yuxarı hissələri dartmalıyıq, dartıb birləşdirməliyik. Məhz bu dartma əməliyyatında artıq xəritədə təhrif yaranır. Yəni, xəritədə tərif ona görə yaranır. Ekvator boyunda tərif az olur. Görürsünüz, ekvator boyu düzdür. Ancaq yuxarı hissələrdə aralar var. Yuxarı hissədə ara olur və onu məcburiyyətdən dartmalıyıq ki, müstəvi bütövləşsin. Ona görə xəritədə tərif yaranır. Buna görə deyirik ki, xəritə təhrifli təsvirdir. Qlobus tərifsiz təsvirdir. Yer də kürə oldu, qlobus da kürə oldu. Kürədən kürəyə keçdik, ona görə qlobusda tərif olmadı, tərifsiz təsvir. Ancaq xəritədə bu dartma əməliyyatları olduğu üçün, kürədən müstəviyə keçdiyimiz üçün xəritədə təhrif yaranır. Tərifli təsvirdir. Tərifin də neçə növü dedik? 4 növü dedik. Forma, uzunluq, sahə, buzaq tərifləri. Buzaq tərifinə istiqamət tərifi də dedik. İndi gəlin, tərif xüsusiyyətinə görə kartografik proyeksiyanın növlərinə baxalım. Tərif xüsusiyyətinə görə kartografik proyeksiyanın növləri. Kartografik proyeksiyanın tərifi necə oldu? Kürə səthdən müstəvi səthdə keçidin riyazi üsulları kartografik proyeksiya oldu. Tərif xüsusiyyətinə görə kartografik proyeksiyaların 3 növü var. Birinci növ, bərabər bucaqlı. Buna konform proyeksiya da deyirlər. Konform proyeksiya. Konform və ya bərabər bucaqlı. İkinci, bərabər sahəli. İkinci adı ekvivalent proyeksiya da adlanır. Bərabər sahəli və ya ekvivalent. Üçüncü növ isə ixtiyari proyeksiya. Buna sərbəst proyeksiya da deyirlər. Buna ekvidistant proyeksiya da deyirlər. Kartograf proyeksiyanın tərif xüsusiyyətinə görə 3 növ olur. Bərabər bucaqlı və ya konform, bərabər sahəli və ya ekvivalent, ixtiyari sərbəst proyeksiya. Gəlin indi bunun xüsusiyyətlərinə baxalım. Bayaqları tərifin növlərində dedik ki, sahə və bucaq tərifini eyni anda sıfıra endirmək mümkündür. Bunu bərabər sahəli proyeksiyada tətbiq edək. Bərabər bucaqlıda. Bərabər bucaqlı proyeksiyada bucaq tərifi olmur. Bucaq üstündən xətt. Bərabər bucaqlı proyeksiyada bucaq tərifi olmur. Bəzən testdə yazılır ki, çox az olur. Çox az olur, olmur, demək olar ki, az olur. Bunlar eyni anlayışlardır, eyni şeydir, eyni məna verir. Deməli, bucaq tərifi olmur. Ancaq digər təriflər, məsələn, sahə tərifi olsun, ondan sonra məsafə tərifi olsun, yəni uzunluq tərifi, sonra forma tərifi olsun. Bu saydığımız təriflər tam tərif olunur. Yəni, böyük tərif olunur. Bucaq tərifi olmadı, sahə, məsafə, forma tam tərif olundu. Bərabər sahəlidə isə sahə tərifi olunur. Bərabər sahəlidə isə sahə tərifi olunur. Ancaq digər tərif növləri, sahəni çıxaq, məsələn, bucaq, məsafə, bucaq, ondan sonra məsafə, forma isə tam tərif olunur.
Deməli, bərabərbucaqlıda adında hansı söz varsa həmin tərif olunur. Yəni, bu o deməkdir ki, bərabərbucaqlı proyeksiya bucaq tərifini sıfıra endirmək üçün tətbiq olunur. Bərabər sahəli proyeksiya sahə tərifini sıfıra endirmək üçün tətbiq olunur. İndi baxaq ixtiyari sərbəst proyeksiya. İxtiyari proyeksiyada isə onlardan fərqli olaraq həm sahə tərifi olur, həm də bucaq tərifi olur. Həm sahə tərifi olur, həm də bucaq tərifi olur. Lakin bunlar minimum endirilir. Yəni çox az səviyyədə olur. Minimum səviyyədə olur. Həm sahə, həm də bucaq tərifi olur, lakin minimum olur. Bərabər sahəli ixtiyari proyeksiyada bütün təriflər demək olar ki, özünü göstərir. Bütün təriflər demək olar ki, özünü göstərir. Həm sahə, həm də bucaq tərifi bəzən testdə nə yazır? Yazır ki, sahə, bucaq az tərif olunur. Ancaq məsafə və forma tam tərif olunur. Bu xüsusiyyət də ixtiyari proyeksiyaya aiddir. Həm sahə, həm də bucaq tərif olunur, lakin minimum endirilir. Yəni, sahə, bucaq az tərif olunur. Minimum endirilir, yəni az tərif olunur. Ancaq məsafə, forma isə tam tərif olunur. Bütün tərif növləri özünü göstərir. Bu oldu ixtiyari proyeksiya. Gəlin indi bunlara misallar göstərir. Məsələn, bərabərbucaqlı proyeksiyadan hansı xəritələrin tərtibatında istifadə olunur? Dəniz nəqliyyatında istifadə olunur. Dəniz nəqliyyatında. Sonra aviasiya işlərində istifadə olunur. Məsələn, Mercatorun tərtib etdiyi dəniz naviqasiya xəritəsi bərabərbucaqlı proyeksiyaya misal göstərə bilərik. Deməli, dəniz nəqliyyatında və aviasiya işlərində istifadə olunur. Mercatorun tərtib etdiyi dəniz naviqasiya xəritəsini buna misal göstərə bilərik. Bərabər sahəli proyeksiya isə materiklərin, sahələrin hesablanmasında istifadə olunur. Materiklərin sahələrinin hesablanmasında istifadə olunur. Məsələn, buna misal göstərə bilərsiniz Qal proyeksiyasını, bir də Peterson proyeksiyasını bərabər sahəli proyeksiyaya misal göstərə bilərik. Materiklərin sahələrinin hesablanmasında istifadə olunur. Qal və Peterson proyeksiyalarını buna misal göstərə bilərsiniz. İxtiyari proyeksiya isə tədris məqsədi ilə istifadə olunan xəritələrin tərtibatında istifadə olunur. İxtiyari proyeksiya tədris məqsədi ilə. Deməli, bu oldu tərif xüsusiyyətinə görə kartoqrafik proyeksiyanın növləri. Gəlin bir də təkrar edək. Tərif xüsusiyyətinə görə kartoqrafik proyeksiyanın 3 növü olur. Bərabər bucaqlı, bərabər sahəli, ixtiyari proyeksiya. Bərabər bucaqlıya bəzən testlərdə konform proyeksiya da deyirlər. Bərabər sahəli ekvivalent, ixtiyari sərbəst proyeksiya və ya ekvidistant proyeksiya da adlandıra bilərik. Bərabərbucaqlı proyeksiyanın məqsədi oldu ki, bucaq tərifini sıfıra endirsin. Yəni, bucaq tərifi olmur və yaxud bucaq tərifi çox az olur da deyə bilərsiniz. Ancaq digər təriflər, məsələn, sahə, məsafə, forma tam tərif olunur. Bərabər sahəli proyeksiyada isə sahə tərif olunur, ancaq digər təriflər, məsafə, bucaqdır, məsafədir, forma tam tərif olunur. İxtiyari proyeksiyada isə həm sahə tərif olur, həm də bucaq tərif olur, lakin minimum səviyyədə endirilir. Yəni, sahə, bucaq tərifi az olur da deyə bilərik. Ancaq məsafə, forma tam tərif olunur. Misallar göstərir. Bərabər bucaqlı proyeksiyada dəniz nəqliyyatında və aviasiya işlərində istifadə olunur. Mercatorun istifadə etdiyi, tərtib etdiyi dəniz naviqasiya xəritəsini bərabərbucaqlı proyeksiyaya misal göstərə bilər. Bərabər sahəli proyeksiya isə materiklərin sahələrinin hesablanması üçün istifadə olunur. Qal və Peterson proyeksiyasını buna misal göstərə bilər. İxtiyari proyeksiya isə tədris məqsədi ilə istifadə olunur. Bu tərif xüsusiyyətinə görə kartoqrafik proyeksiyanın növləri oldu.